Bismillahirrahmanirrahim. İnsanlar vardır ki, zülm etməkdən zövq alırlar, fərəhlənirlər. Lakin başa düşmürlər və yaxud başa düşmək istəmirlər ki, etdikləri o zülmün onların özlərinə qarşı olan ziyanı barəsində. Ali əleyhissalam zülmün ziyanı barəsində buyurmuşdur. Məzlumun zalim üzərindəki günü, yəni qiyamət gününün intiqamı, zalimin məzlum üzərindəki günündən, yəni dünyada ağalıq etdiyi gündən daha artıq və çətindir. Nə üçün? Çünki zalimin dünyadakı zülm etdiyi müddət bir neçə gündən artıq deyil və sonu bəllidir. Amma onun cəzası qiyamətdə əbədi atəşdir. Allah həmd eləyək öz izzət cəlalına bizləri zülm edən qullarından qərar verməsin inşallah.